Bugün biraz toxumuşam. Toxuduqlarım arasında ən sevdiklərimdən biri də bordoydu. Qalın idi, gözəl idi. Çox keçib onu toxuduğum vaxtdan. Belə yarki rənglər, parlaq olan rənglərə çox müraciət elədiyim yadıma gəlmir. Bu dəfə çarəsizlikdən aldım. Çünki yaxşı rənglər yox idi. Xardal rənginə oxşar bir sarımtıl rəngdə var idi. Tünd, daha tünd. Yaşıl sevirəm mən çox boz, nə bilim. Başqa hansı rəng var? Mavi var idi toxuduqlarım arasında. Çünki yaşıl xoşlayıram. Uzun zaman sonra toxumaq həqiqətən adama yaxşı təsir eləyir. Kafama bir şey takılsa, gedirsən, tərs düz bir dənə eləyirsən, avtomatik şey olur. Mən həmişə bir kişinin videosunu görürüm. Həmişə yox, bir dəfə metroda toxuyurdu. Heç yəni yaxından uzaqdan o havası da yox idi ki, toxumaqla bunun əlaqəsi ola bilər. Stres atmaq.